Doktor, elə bu havalarla başlamaq istəyirəm. Havalar, düzdür, hamı şikayətlənirdi ki, biz Allahın işlə qarışmaq olmaz deyə, təbiətin o şıltaqlığıdır, bir də görsən, hava belə olur, elə olur, isti olma deyirik, niyə sərin deyil, sərin olanda deyirik, niyə isti deyil. Allah bilən məsləhətdir, amma may ayı biz gözləyirik ki, ayın birindən daha hamı qısa qola keçəcək filan 5 məkan, hava soyuq olur hardasa bir həftə. Və allandıq, biraz adamlar qış paltarlarını yığışdırmaq filan 5 məkan. Əynimizi biraz nazik elədik də və xəstəliklər də yayıldı. Bir soyuq dəymə kimi bir şey. Mən hər efirdə deyirdim, sənin efirində ki, ehtiyatlı olmaq lazımdır, adamlar alladır. Necə qarşısını alaq? Bax, qarşısını almaq üçün birinci növbədə mütləq profilaktik tədbirlər görmək lazımdır ki, havanın allanmaq olmaz. Hələ bizdə yazdır da, may ayda yaz ayıdır. Apreldə də ən çox havanın dəyişən vaxt. İndi artıq yavaş-yavaş isini görürsən, əvvəllər gecə olurdu 8 dərəcə, 7 dərəcə, indi 16 dərəcə gecə hava istiliyi olur. İndi hava isindikcə soyuq dəymənin də təbii ki, orqanizm immuniteti artır, artıq göz-gərti bollaşır, orqanizm qışdan çıxıb. Xeyli dərəcədə vitaminlər azalıb orqanizmdə, immunitet aşağı düşüb. Deponu yığmalıyıq. İndi deponu yığılır da, indi göyərti yiyirsən, kətə yiyirsən, göy kətəsi, pencər yiyirsən, yavaş-yavaş, indən sonra da çiyələr gəlir, pomidor, xiyar gəlir, gilas gələcək çox yaxından, bəzi yerlərdə hətta görürsən əmələ gəlib, birazdan ilk partiya ərik gələcək. Yəni, orqanizm vitaminləşdirmək lazımdır. Məsələn, hər gün, məsələn, mən baldan istifadə edirəm hər səhər. Bal qəbul edən adamlarda immunitet xeyli yuxarı olur. Çünki balın tərkibində orqanizm üçün lazım olan çox dəyərli elementlər var. Bal, zəncəfil, bir də sarıkök. Sarıkökü qəbul edəndə mütləq ora qara bibər əlavə eləmək lazımdır. Məsələn, mən onu eləməsən, zəncəfilin, belə sarıkökün təsiri xeyli zəif olur. Xeyli zəif olur. Çox cüzi miqdarda damızdırırsan üzərinə, o sarıkökün tam effektini göstərməyə kömək edir.